Salam aleykum. Ramazanın 12-ci günündə, bağışlanma günlərinin tam mərkəzindəyik. Bugün dilimizdən düşməməli olan bir kəlmədən danışacağıq. Əstəğfirullah. İstiğfar sadəcə bir söz deyil, o qəlbin pasını silən bir cila, bağlı qapıları açan mənəvi bir açardır. Çox vaxt elə bilirik ki, istiğfarı yalnız böyük günah işləyənlər etməlidir. Amma əslində istiğfar həm də ruzinin, hüzurun və bərəkətin yolunu açır. Günün ayəsi, dünya nemətlərinin sirri. Ayə, Rəbbinizdən bağışlanma diləyin, çünki o çox bağışlayandır. O sizə göydən bol yağış göndərər, sizə mallar və övladlar verib yardım edər, sizin üçün bağlar, bağçalar yaradar və çaylar bəxş edər. Nuh surəsi 10-12. Açıqlama. Bu ayələr çox maraqlıdır. Allah bizə buyurur ki, istiğfar etmək sadəcə axirət üçün deyil, həm də bu dünya üçün bir xeyirdir. Əgər ruzinizdə darlıq varsa, işləriniz düyünə düşübsə, qəlbiniz sıxılırsa, çıxış yolu istiğfardadır. Bağışlanma diləmək, bəndə ilə yaradan arasındakı maneələri qaldırır və ilahi rəhmətin yağış kimi üzərimizə yağmasına səbəb olur. Günün hədisi, hər çətinlikdən bir çıxış yolu. Hədis, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Kim istiğfar etməyə, yəni Allahdan bağışlanma diləməyə davam edərsə, Allah ona hər bir sıxıntıdan bir çıxış yolu, hər bir kədərdən bir qurtuluş verər və onu heç gözləmədiyi yerdən ruziləndirər. Əbu Davud. Açıqlama. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm günahsız olduğu halda gündə 70-dən, bəzən 100-dən çox istiğfar edərdi. Bu bizə bir örnəkdir. İstiğfar insanı psixoloji gərginlikdən, gələcək qorxusundan və keçmişin peşmanlığından xilas edir. Əstəğfirullah dediyimiz hər an sanki ruhumuzun üzərindəki bir yükü yerə qoyuruq. Günün duası, Seyyidül İstiğfar, yəni istiğfarın seyyidi. Gəlin, bu mübarək gündə istiğfarların ən gözəli ilə dua edək. Allahım, sən mənim Rəbbimsən. Səndən başqa ilah yoxdur. Məni sən yarattın və mən sənin bəndənəm. Gücüm yetdimi qədər sənə verdiyim əhdə və vədə sadiqəm. Etdiyim əməllərin şərrindən sənə sığınıram. Mənə verdiyin nemətləri etiraf edirəm. Günahlarımı da etiraf edirəm. Məni bağışla. Çünki günahları səndən başqa heç kim bağışlaya bilməz. Amin. Əziz dostlar, gəlin bugün dilimizi əstəğfirullah kəlməsi ilə isladırıq. Yolda gedərkən, iş görərkən, iftarı gözləyərkən bu zikri təkrar edək və qəlbimizdəki o rahatlığı hiss edək. Videonu bəyənməyi və bu bərəkətli məlumatı dostlarınızla paylaşmağı unutmayın. Sabah 13-cü gündə səbrin mükafatı və ya başqa bir mühüm mövzu ilə görüşənədək Allaha əmanət olun.